Salam, xoş gördük dəyərli dostlarımız. Demək, sizlərə bu günləri Masazır qəsəbəsində, əla bir yerdə, mərkəzi Bakı Sumqayıtına, prospekt yoluna çox yaxın bir ərazidə, mərkəzi xəstəxananın tam arxasında sizlərə paket kupçalı, 2 mərtəbə, 5 otaqlı, monolit beton, cüt daş, fundament, beton karkas, yerdə əla bir yerdə şəkilli sizlərə villa təqdim edəcəm. Dəyərli dostlarımız, villamızın qiyməti 178.000 manatdır. Dövlət ipotekasına da yararlıdır. Əgər sizlərə dövlət tərəfindən ipoteka ayrılıbsa, buyurub zəng edə bilərsiniz. Kreditlə ev satılmır. Dəyərli dostlarımız, geniş bir şəkildə böyük kvadratlara malik 5 otaqlı sizlərə mülk təqdim edəcəyik. Yerləşmə yerini qeyd etdim. Geniş bir şəkildə evin ümumi fasatı, həyətyanı sahəsi ilə tanış olacağıq. Başlayaq tanışlığa. Ümumi fasat, maşallah olsun, modern üslubda inşa olunmuş 2 mərtəbə 5 otaqlı sizlərə mülk təqdim edirik. Çox gözəl, böyük bir həyətyanı sahəsi var. Dəyərli dostlarımız, həyətində besetka sahəsi yaradılıb, gözəl işıqlandırma sistemləri vurulub və pol sahəsi monolit, üstündən qranit qara daşlarla işlənilib. Həyətinə də bir neçə sərbəst şəkildə avtomobil daxil etmək mümkündür. Yaşıllıq üçün sahələr buraxılıb, ağacları əkilib. Hətta bu evin gözəlliyi ondadır ki, evin ümumi gecə işıqlandırılması üçün fasadına da işıqlar vurulub və obşu divar sahələrinə, gecə plafonlarına kimi vurulub, tamamilə hazır bir vəziyyətdədir. Mərkəzi giriş darvazasıdır, pultla idarə olunur və kaletka qapı sahəsi. Həyətyanı sahədə tamet bahalı daşlarla örtülüb. Yerdən 6-7 daş kürsü sahəsi var. Burada da yaşıllıq üçün ağac sahəsi yaradılıb. Padval sahəsinə giriş koduna kimi qoyulub, cüt daşla inşa olunub. Hətta qeyd edeyim ki, qupquru bir ərazidən sizlərə mülk təqdim edirik. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Allah evi olmayan hər bir şəxsə ev qismət eləsin. Gəl dəyərli qardaşım, bismillah eləyək, daxil olaq evin içinə. Maşallah. Ya Allah. Bismillah. Çox gözəl sizlərə mülk təqdim eləyəcəyik. Maşallah olsun, dekor qızlarımız da var, ağlı qaralı qızlarımız da var evin içində. Dəyərli dostlarımız, şəkil formasında vurulub, evə xüsusi gözəllik verir. Videoda baxarkən bunlar emüsiya oxşuyur. Dəyərli dostlarımız, divar kağızıdır, bahalı divar kağızlardır. Hər mərtəbənin avtomat işlərinə kimi qoyulub. İstilik sistemləri xətti yaradılıb. Pilləkənlər altı kladovka sahəsi var. Artıq əşyaları yığmaq mümkündür. Bu evi necə almayasan? Necə almaya bilərsən bu evi? Real müştəriyə indirim nəzərdə tutulub. Bu qız vurulacaq bura, bu divara. Yeri də var hal-hazırda. Vurulacaq ora, hal-hazırda belə vəziyyətdir. Maşallah olsun, çox gözəl, dizayn edilmiş, modern üslubda qonaq otağımız var. Divar sahələri ekran işləmələrlə işlənilib. Modern üslubda şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. TV stentin yerlərinə kimi hamısı quraşdırılıb. Gözəl çılçıraq sahələri vurulub. Tavanı alçıban, spot lampalar və gizli işıqlarına kimi yaradılıb. Qiymətdəki 178.000 manat deyilir. Real müştəriyə indirim nəzərdə tutulub. Qonaq otağı ilə tanış olduq. Dəhlizdə yerləşir sanitar qovşaq, hər mərtəbəyə məxsus sanitar qovşaq mövcuddur. Duş kabin üçün yerlər ayrılıb. Havalandırma üçün pəncərə sahəsi var. Tavanı da asma tavandır. Geniş bir şəkildə mətbəx sahəsi var. Dəyərli dostlarımız, yeyib-içən qardaşlarımız, kabab pişirmək istəyirsə, mətbəxin arxa tərəfində həyətyanı sahədə ev sahibi yer buraxıb. Gəl bax. Qəşəng burada manqalxana yaradırsan, burada da sağ olsun gizli işığına kimi quraşdırıb, kanalizasiyanın xətti var, kombi aparatının yeri burada nəzərdə tutulub, istilik sistemi mətbəxin polu istipoldur, çəkilib hazır vəziyyətdədir. Mətbəx mebelinin yerləri, aksesuarların xətlərinə kimi hamısı quraşdırılıb. Zəhmət olmasa dəhlizi çəkəndən sonra mətbəxin tavan sahəsinin diod işıqlarını göstər, dəyərli qardaşım. Demək, 3, 6, 9, 12, 13, 14, 15, 16, 17 dənə spot lampa qoyulub da cütlü. Bunu da 2-yə vuranda 34 dənə eləyir. Burayla yataq otağı, birinci mərtəbəyə məxsus yataq otağı, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Burada da bir dənə yataq otağında qara qızımız var. Maşallah olsun.
Gözəl dəhliz vasitəsi var. Dəhlizdən solda 2-ci mərtəbəyə qalxan pilləkən sahəsidir. Çox gözəl, moşnu pilləkən sahəsi yığılıb. 2 mərtəbə, 5 otaq təzə xəstəxananın arxa tərəfində yerləşir. Bakı-Sumqayıt yoluna 100-150 metrlik məsafədədir. Dəhliz vasitəsinə otaqlara bölgülərdir. Böyük bir dəhliz sahəsi var. Dəhlizdən eyvana keçid etmək mümkündür. Gözəllik, həqiqətən gözəllikdir. Gəlib mülkə baxsaz, dəyər verəcəksiniz. Cüt daşla inşa olunub, mərtəbələr arası monolit betondur. Burada da yerləşir bir yataq otağı. Bütün otaqların çılçıraqları, spot lampaları vurulub, sistemlərin xəttləri çəkilib. Modern üslubda şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır, dəyərli dostlarımız. Bu otağın TV xəttinə kimi də çəkilib. 2-ci mərtəbəyə məxsus sanitar qovşaqdır. Əla yığılıb. Asma tavan, duş kabin üçün yer, hər şey nəzərdə tutulub da, hər şey. Hər bir otağın TV xəttinə kimi çəkilib. Qanuni cüt daşla, sonuncu daşa kimi kubiklə inşa olunmuş sizlərə 2 mərtəbə 5 otaqlı mülk təqdim edirik. Sonuncu otağımızla da tanış olaq, sizlərlə sağollaşırıq. Səhifəni bəyənib, like etməyi unutmayın. Dəyərli dostlarımız, 178 min manata sizlərə əla mülk təqdim etdik. Səhifəni bəyənib, like etməyi unutmayın. Hər gün sizlərə səhifədə ideal evlər təqdim edəcəyik. Gələn videolarda sağ olun, sağlıqla qalın.